Şamaxıda maraqlı bir hadisə baş verib. Sosial şəbəkələrdə yayılan görüntülərdə məscid qarşısında yığılan avtomobillər diqqət çəkib. İzləyicilər əvvəlcə bu mənzərənin təsadüfi və ya real olub-olmaması barədə suallar veriblər. Məlum olub ki, bu, Yaponiyanın film istehsalçıları tərəfindən çəkiləcək yeni ekran əsərinin bir hissəsidir. Çəkilişlərin bir bölümü Şamaxıda, məhz həmin məscid ərazisində keçiriləcək.